Qorxu və titrəmə. Søren Kierkegaard. Ön söz. Ölümümdən sonra yalnız qorxu və titrəmə mənim adımı əbədiləşdirməyə kifayət edəcək. O məndən sonra oxunacaq və əcnəbi dillərə tərcümə ediləcək. Oxucu kitabdakı hərarətli ifadələrdən məftun olacaq. Søren Kierkegaard. Qüdrətli Tarquininin lalələr ilə söylədikləri oğlu tərəfindən anlaşıldı, amma elçi onu anlamadı. Haman. Erkən dövr Roma krallarından biri olan qüdrətli Tarquini, Gabi ilə müharibəyə başlayarkən onun oğlu atası ilə mübahisə etdiyindən Gabiyə sığınmışdı. Gabi əhalisi onu öz hərbi lideri seçmişdi. Tarquini oğlunun elçisini qəbul etdi və onunla bağçada gəzərkən elçinin gözü qarşısında ən uzun lalələrin başını qopardı. Elçi ilə görüşəndən sonra Tarquininin oğlu öz yeni vətənindəki vəzifəli şəxsləri ya edam etməyə, ya da sürgünə göndərməyə başladı. Bundan sonra Gabi tezliklə Tarquiniyə təslim oldu. Haman Johann Georg, Alman filosof, teoloq və ədəbiyyat tənqidçisi. Müqəddimə. Təkcə fəaliyyət dünyasında yox, həmçinin fikir dünyasında da zamanəmiz əsl ticarət satışını özündə ihtiva edir. Hər nə olsa burada öz qiymətini almaq mümkün olduğundan, ümumiyyətlə hələ də alıcı olmaq istəyən bir adamın qalıb qalmaması sualı meydana çıxır. Modern fəlsəfənin böyük həmləsini səmimi olaraq qeyd edən hər bir spekulativ qeydiyyatçı, hər bir privat dosent, müəllim, tələbə, fəlsəfənin ətrafında və ya mərkəzində hərəkət edən hər bir kəs dayanaraq hər şeydən şübhələnmək əvəzinə daha irəliyə gedir. Belə zənn etmək olardı ki, onların çatmağa ümid etdikləri hədəfin məhz hara olduğunu özümüzdən soruşmaq yersizdir. Ancaq onların hər şeydən şübhələndiklərini fərz etmək nəzakətli və maraqlı bir davranış olar ki, başqa halda hansısa irəliyə hərəkətdən söhbət belə gedə bilməzdi. Fərz edək ki, onlara çox az zəhmət bahasına başa gələn belə bir ilkin addımı onların hamısı atdı və onlar bunun necə baş verdiyi barədə heç bir kəlmə də kəsmək ehtiyacı duymadılar. Belə ki, bu mövzuda qorxu və titrəmə ilə hər hansı tərif axtarmağa cəhd göstərmiş kəs də belə bir nəhəng hədəfə necə yanaşmaq lazım olduğu barədə heç bir təfsilatlı təlimat, heç bir yol işarəsi tapa bilməzdi. Amma Descartes bunu belə etmədimi? Əsərlərini onun dərinliklərindən təsirlənmədən oxuyan heç bir şəxs, hörmətli, təvazökar, dürüst bir mütəfəkkir olan, həmçinin dediyini edən və etdiyini deyən Descartes anlaya bilməz. Bu bizim zəmanədə çox nadir rast gəlinən bir hadisədir. Descartes-ın özü də israrla təkrar etdiyi kimi iman mövzusuna aid olan heç bir şeydən şübhə etmirdi. Memoras tamen ut jam dictum est, huic lumini naturale tamdiu tantum esse credentum, quamdiu nihil contrarium adeo ipso revelatur. Praeter caetera autem memoriae nostrae pro summa regula est infigendum, ea quae nobis a Deo revelata sunt. Ut omnium certissima esse credenda, et quamvis forte lumen rationis, quam maxime darum et evidens, aliud quid nobis suggerere videretur solitament auctoritate divinae potius quam proprio nostro judicio fidem esse adhibendam. Principia Philosophia. Lakin əvvəl belə deyildiyini xatırlayaraq, sadəcə bu təbii işığa elə inanmalıyıq ki, Tanrının özü tərəfindən bunun əksi açıqlanmış olmasın və hər şeydən əvvəl Tanrının bizə bildirdiklərinin başqa
heç bir şeylə müqayisə ediləməyəcək qədər dəqiq olduğunu öz yaddaşımıza ən üstün bir qayda kimi həkk etməliyik. Tanrı tərəfindən bizə aşkar edilən şey hər şeydən daha etibarlı hesab edilməlidir. Məntiqin işığı öz aydınlığı ilə bizə daha fərqli şeyləri işarə etmiş kimi olsa da, imana daha möhkəm bağlanmağımız öz mühakiməmiz ilə yox, sadəcə Tanrının ilahi gücü ilə mümkün ola bilər. Principia Filosofia. Descartes qışqırıqçı bir gecə mühafizəçisi yox, sakit, tənha bir mütəfəkkir olduğu üçün yanlığım deyib qışqırmadı və şübhə etməyi hər kəsdən çox vəzifə halına gətirdi. O dəfələrlə qeyd etmişdi ki, onun metodu ancaq onun özü üçün vacibdir və xoşbəxtlikdən onu özündən əvvəlki erkən dövr bilik nizamsızlığından ayırır. Nequis ixtur putet, mehie traditurum aliquam metodum, quam unusc Crisc, sequi debeat ad recte regendam, illam enim tantum, quam ipsemet segutus sum exponere decrevi, sed simul ac illud studiorum curriculum absolvi, quod decurso mos est in eruditoram numerum copetari, plane aliud coepi cogitare. Tot enim me dubiis totque, erro ribus implicatum esse animad verti, ut omnes discendi conatus nihil aliud mini profuisse judicarem, quam quod ignorantium meam magisque detexissem. Dissertatio de metodo. Mənim buradakı məqsədim məntiqli davranışı düzgün həyata keçirmək üçün hər kəsin izləməli olduğu bir metod öyrətmək deyil, sadəcə özümün izlədiyim tərzi göstərməkdir. Ancaq nəticədə insanın ziyalılar sinfinə qəbul edildiyi bütün bir təhsil dövrünü o qədər qısa müddətdə tamamladım ki, görüşümü tamamilə dəyişdirdim. Özümü o qədər çox şübhə və xəta ilə utanmış halda tapdım ki, özümü yetkinləşdirmə cəhdimin mənim cəhalətimi kəşf etməyimi artırmaqdan başqa bir təsiri olmadığını gördüm. Dissertatio de metodo. Fəlsəfə biliklərinin də olduğu qəbul edilən qədim Yunanlıların bütün həyatın məqsədi hesab etdikləri günlər və həftələrlə qazanılması mümkün olmayan bacarıq şübhə idi. Qoca təcrübəli döyüşçünün şübhənin bütün təhriklər qarşısındakı tarazlığını qoruyaraq, mövcud hiss və düşüncənin yenilməzliyini qorxusuzca rədd edərək, özünə vurğunluğun qorxularına və təəssübkeşlik əlamətlərinə meydan oxuyaraq çatmaq istədiyi hədəf zamanəmizdə hər kəsin başlanğıc nöqtəsini təşkil edir. Qoca təcrübəli döyüşçü Sokrat nəzərdə tutulur. Bu günlərdə heç kim imanda dayanmır, ancaq hər kəs daha irəliyə gedir. Bu insanların məhz hansı istiqamətdə getdiyi barədə olan sual həddindən artıq düşüncəsizlik kimi səslənə bilər. Ancaq təcrübəmin və nəzakətimin bir əsəri olaraq hər kəsin imana sahib olduğunu fərz edirəm. Əks halda daha irəliyə getməkdən danışmaq çətin olardı. Qədim zamanlarda hər şey fərqli idi, belə ki, iman bütün həyatın hədəfini təşkil edirdi. İnsanlar belə hesab edirdilər ki, inanmaq günlər və həftələrlə qazanılmayacaq bir bacarıqdır. Saçı ağarmış ixtiyar qoca həyatının sonuna yaxınlaşdıqda gözəl döyüş apardı və imanını qorudu. Qəlbi hələ də ilk fürsətdəcə daha irəli getməyə nail olmaqdan ziyadə sadəcə yetkinlik dövründə cilovlaya bildiyi, lakin heç kimin tamamilə tərk edə bilmədiyi həmin qorxu və titrəməni unutmayacaq qədər gəncdir. Zamanəmizdə hər kəs möhtərəm şəxsiyyətlərin əvvəlki dövrlərdə çatdıqları hədəfdən başlayaraq daha irəli gedirlər. Bu
Əsərin yazıcısı heç bir şəkildə filosof deyildir. Fəlsəfi sistemi anlamadığı kimi, hər hansı sistemin olub-olmamasını ya da tamamlanıb-tamamlanmamasını da bilmir. Öz zəif ağlının dərk etdiyi qədəri ilə belə böyük düşüncələri daşımaq üçün hər kəsin sahib olduğu böyük zəkalardan kifayət qədər var. Əgər hətta biz imanın bütün tərkibini məfhum şəklində təqdim edə bilsək, bunun nəticəsi imanın özünü idrak etmək yox, iman məqamına necə çatıldığını, imanın insana necə gəldiyini dərk etmək olacaq. Bu əsərin yazıcısı filosof deyildir. O bir poetico et eleganter. Latıncadan poetik və zərif ifadə etdiklərini şairənə və yaxşı seçilmiş kəlmələrlə təqdim edən kəs mənasında. Poetico et eleganter olaraq sistem barədə yazmayan və sistemə dair sözlər verməyən, nə sistemi girov götürən, nə də özünü ona girov verən sərbəst bir yazıcıdır. O ona görə yazır ki, bu onun üçün bir zinətdir. Cazibəsi və aşkarlığı artdıqca, onun yazdıqlarının satın alınması və oxunması da azalır. Özünə oxucu axtarmağa cəhd göstərən yazıcı elmə xidmət etmək üçün axşam yeməyindən sonraki istirahətində bütün yazılanları asanlıqla vərəqləyə biləcəyi şeylər yazmağın mümkün olmasının qayğısına qalır. Amma o özünü əlində şapkası və əvvəlki iş yerindən alınmış yaxşı referansları ilə Advertiserdəki yazıcı tamamilə qarşı olduğu və burada aşağılayaraq reklamcı adlandırdığı bir nəfər tərəfindən idarə edilən qəzet olan Berlingske Tidendedəki bir elana işarə edir. Məktublarında Papirer reklam haqqında bir şərhində yazıcı özünün oxucusundan daha yaxşı danışdığını anlamalıdır. Əks halda yazmamalıdır kimi qeyd edirdi. Amma o özünü əlində şapkası və əvvəlki iş yerindən alınmış yaxşı referansları ilə Advertiserdəki dəliqanlı bağban kimi dünyaya və çox hörmətli ictimaiyyətə təklif edərək yaşayır. Gələcəyinin tamamilə bir kənara atılmaq olduğunu təxmin edir. Zalım bir tənqid bəlasının onu məktəb yollarına kimi təqib edəcəyinə dair hissiyata sahibdir. Ona ən çox qorxudan isə elmi təfəkkürün xilası naminə özünü daima başqalarının yazılarını parçalamağa həsr etmiş bir zəhmətkeş qeydiyyatçının bir paraqraf hərisinin The Destruction of the Human Race Danimarkalı ədəbiyyatçı və tənqidçi trop Johan Ludwig Heiberg'in Regentsenten of Direct tamaşasından personaj, hüquqşünas və tələbə. Deməli, bir paraqraf hərisinin The Destruction of the Human Race gözəl zövqün xilası naminə tropun etdiyi kimi Johnlarcasına parçalaması və durğu işarəsi elminin xidmətində olan bir adam kimi nitqindəki sözləri hər 50 sözdən sonra nöqtə və hər 35 sözdən sonra virgül qoyaraq saymasıdır. Mən hər bir sistemli tədqiqatçıya dərin hörmət bəsləyirəm, amma bu sistem ola bilməz. Bunun sistemlə heç bir uyğunluğu yoxdur. Mən sistemə və avtobusdakı bütün Danimarkalı hissədarlara uğurlar arzu edirəm, amma bu sistem heç vaxt bir güllə halına gələ bilməz. Mən hər birinizə xoşbəxtlik və əminamanlıq arzu edirəm. Hörmətlə, Johannes de Silentio.